Salam əziz şagirdlər. Bu videoda sizlərə 2025-ci il 2 mart tarixində keçirilmiş 11-ci sinif buraxılış suallarının izahını verəcəm. İzahları keçməmişdən öncə qeyd edək ki, dərslərimizə qoşulmaq üçün qeyd etdiyimiz nömrəyə ilə əlaqə saxlaya bilərsiniz. Başlayaq suallara. Suallarımız 61-dən başlayır. Deməli, birinci sual nədir? İfadəsini sadələşdirin. Çox rahat bir sual. Sadəcə nə eləyəcəkdik burada? 5 çıxılsın 6y kubu olduğu kimi qalacaqdır. Sadəcə ikinci tərəfdə yerini dəyişəcəkdik. 5 üstə gəl 6y kubu. Bu da bizə nə verər? A kvadratı minus B kvadratın asılışıdır. Bu da bərabərdir. 25 minus 36 y üstü 6. Yəni A kvadratı minus B kvadratının asılışıdır. Üstüdə yazaq bura. Müxtəsərə görə. Burada cavabımız olacaqdır bizim A variantı. Baxaq ikinci suala. Deməli, mərkəzi O nöqtəsində olan çevrənin AB vətəri AC diametrinin yarısına bərabərdir. Qeyd edək üzərində. Baxın, AO məsafəsi R-dirsə, o zaman OC də R-dir. Çünki bu radiusdur. Və AB AC-nin yarısıdırsa, o zaman burada R-dir. Burada R-dir. Kiçik yazaq. Deməli, burada R-dir. Qeyd edək üstə, bura R-dirsə, burada R-dir. 2R oldu və bura yarısıdırsa, o zaman bura R-dir. Və biz əlavə olaraq CB-ni birləşdirsək və bilirik ki, mərkəzə söykənən bucaq 90 dərəcə olur bura. 90 dərəcə olur. Bura 90 dərəcədirsə, artıq burada bir düzbucaqlı üçbucaq alınır. Baxın, bu hissə artıq bizdə 30 dərəcə olacaq. Niyə 30 dərəcə olacaq? Baxın, hipotenusun uzunluğu nədir? A-dan C-yə 2R-dir. Uzunluğumuz burada 2R-dir. Düzdürmü? AC məsafəsi. AB isə R-dir. R 2R-in yarısıdır. O zaman düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısı ilə. Deməli, bura 30 dərəcədir. Bura 30 dərəcədirsə, o zaman bu hissə olacaq neçə dərəcə? 90, 30 və burada qalacaq 60 dərəcə. Cavabımız bizim burada C variantı idi. Sonra baxaq burada 63-cü suala. Deməli, bərabərsizlərə aid bir sualdır. Bu sualı biz necə həll edə bilərik? Deməli, hər tərəfi, gəlin birinci 10-a vuraq. Hər tərəfi 10-a vursaq, burada, alaraq ki, hər tərəfi 10-a vuracam. O zaman 10-u 2 vuranda burada 2 ilə ixtisar gedəcək, yəni qalacaq 5 vurulsun. 2x-in kvadratı plus x böyük bərabərdir. 2 qalacaq orada, 2 3-ə vurulanda 6x plus 9. Vurub atsaq, edəcək 10x kvadratı plus 5x böyük bərabər 6x plus 9. Və verilən ifadələri biz sol tərəfə keçirsək, alaraq ki, 10x kvadratı plus 5x çıxılsın 6x və çıxılsın 9. Sıfırdan böyük olmalıdır. Biraz da sadələşdirsək, 10x kvadratı çıxılsın x çıxılsın 9 və bu sıfırdan böyükdür. Diskriminantına görə köklərini tapsaq, D bərabərdir. B kvadratı çıxılsın 4AC. B-nin yerinə burada mənfi 1 durur. Yəni eləyəcək 1 çıxılsın 4AC, amma C mənfidirsə üstə gələcək. 360 olacaq. Bu da bərabərdir 361. Və bilirik ki, 361 19-un kvadratıdır. Yəni kök altına salsaq, bizə 19 çıxacaq. Yenə də qeyd edək. O zaman x1 bərabərdir. Mənfi 1 minus 19. Deməli, mənfi 1 olmayacaq. Çünki niyə? Bizdə B burada elə mənfidir. Mənfini müsbət edəcək. Bir dənə onu düzəldək. Burada x-in əmsalı mənfi olduğuna görə mənfi müsbət olacaq. Yəni, olacaq 1 minus 19 bölünsün 2A. A da 10-dursa 2 vurulacaq 20. Bərabərdir. Mənfi 20-də 18. Biraz ixtisar etsək, alarıq mənfi 10-da 9. Yəni, mənfi 0,9. Bu birinci kökümüz.
İkincisinə baxsaq, x2 bərabərdir 1 plus 19 bölünsün 20 və bu da 20 bölünsün 20 bərabərdir 1. İkinci kökümüzdə 1 almış olarıq. Deməli, vurğular şəklində göstərsək, o zaman olacaq x minus olacaqdı, amma mənfi olduğuna görə plus. Plus 0,9 vurulsun x minus 1. Böyük bərabərdir 0-dan. Biz burada işarələrini təyin etsək, deməli 0,9 almır. Yəni bura mənfi 0,9 daha doğrusu. Bir də 1-i də almır. Çünki ciddi böyükdür. İşarələrini təyin eləsək, baxın, birdən böyük qiymət qoysaq, müsbət, mənfi 0,9-dan 1 arasında qiymət qoysaq, mənfi və bura müsbət. Bizdən də müsbətlər lazımdır, böyük olduğuna görə. Yəni mənfi sonsuzluqdan mənfi 0,9-a kimi bunu da almır, birləşir. Birdən müsbət sonsuzluğa kimi. Doğru cavabımız bizə veriləcəkdir burada. D variantı. Baxaq 64-cü suala. Deməli, biz nə edəcəkdik burada? Bu da rahat bir sual idi. Sinus x-i bir t ilə əvəzləsək, sinus x-ə bir dənə t desək, gətirib yerinə yazsaq, olacaq 4t kvadratı çıxılsın 4t plus 1 bərabərdir 0. Diqqətlə baxsınız burada. Bu da 2t çıxılsın 1-in mötərizə kvadratının aslı şeydir. Bərabərdir 0. Və burada kvadratik ifadə əgər 0-dırsa, o zaman kvadrat altı, yəni mötərizənin içi 0 olmalıdır. Yəni 2t çıxılsın 1 bərabərdir 0. Buradan 2t bərabərdir 1 alaram. T'nin də qiymətin 2-də 1 almış olaram. T nəyə demişdim? Sinus x-ə demişdim. Yəni sinus x nəyə bərabərdir? 2-də 1-ə bərabərdir. Sinus x 2-də 1 hansı qiymətlərdə alırdı? X bərabərdir mənfi 1 üstü pi. Daha doğrusu üstü pi yox. Üstü k. K bölünsün mənfi 1 üstü k pi bölünsün 6. Plus pi k'da. Burada k tam ədədlərə daxildir. Belə bir ifadə. Bu da yəqin ki, bu A variantıdır. Doğru cavab ilə bizə A verəcəkdir. Sonra baxaq. Burada biz 64, 65-ci sual, bəli. 65-ci sual. Deməli, bu sualda necə yazırdıq? Bu sualda necə yazacaqdıq? Bizə verilib ki, deməli, diaqramda bizdə dərk edən, iştirak edən və etməyən şagirdlərin sayı haqqında ümumi məlumat verilib. Daha sonra sinifin siyahısında təsadüfən seçilmiş 2 şagirdin birinin dərsdə iştirak edən oğlan, digərinin dərsdə iştirak etməyən qız şagird olması hadisəsinin ehtimalını tapın. Yəni, ehtimalla bağlı bir sualdır. Deməli, bu sualda biz necə yazacaqdıq? Baxaq birinci ümumi şagirdlərin sayına. Şagirdlərin sayına diqqətlə baxsaq, burada 15, 12, 2 və 1. Cəmisi nə qədər şagird var? Cəmisi 30 dənə şagird var. Cəmisi 30 dənə şagird var və mən onların içərisindən ancaq 2 dənə şagird seçə bilərəm. Yəni kombinzon 30-dan 2 dənəsini seçə bilərəm. Və bizə deyir ki, birinin dərsdə iştirak edən oğlan. Aha, dərsdə iştirak edən oğlan deyirsə, bu nə olacaq? Kombinzon 15-dən 1 deməkdir. Elə o da 15 olacaq. Yəni, bir də kombinzon 15-dən 1 yazmıram. Elə 15 yazıram. Və bir də iştirak, deməli, nə deyirik? Qız şagird olması hadisənin ehtimalı. Digər isə dərsdə iştirak etməyən. Dərsdə iştirak etməyən deyərsə, bu da olacaqdır. Kombinzon, deməli, 2 dənəsindən birini seçə bilərəm. O da ki, 2-dən 1, yenə də 2 verəcəkdir. Yəni, vurulsun 2. Bərabərdir, bunu hesablasaq. 15 vurulsun 2 bölünsün 30 faktorial bölünsün 2 faktorial vurulsun 28 faktorial. Bunu da biraz da sadələşdirsək, yuxarı qalsın olduğu kimi 15 vurulsun 2, aşağıda 30 faktorial belə yazacağım. 30
vur 29 vur 28 faktorial şəklində bölünsün. 2 faktorial 2 deməkdir. Vurulsun 28 faktorial. 28'dir burada ixtisar gedər. O zaman qalacaq. Deməli, yuxarıda 2 vurulsun 15. Aşağıda da qaldı 29 vurulsun 15. İndi 15'lər gedəcək. Cavabımız qalacaq 29'da 2. Belə bir cavab. Yəni Y variantı. Bu da asan sual idi. Yəni çətin bir sual deyildi. Buranı təmizləyək ki, növbəti sualın həllini yazanda bizə maneçilik törətməsin. Sonra 66-cı suala baxaq. Bu da asan bir sual. 19,4 hansı kvadratik ədədlər arasında yerləşir? Təbii ki, 16 ilə 25 arasında yerləşir. Və 16 ilə 15-dən də kök alsaq 4 ilə 5 B variantı. Sonra buradan baxaq. Biz 67-ci suala. Müstəvi üzərində olmayan M nöqtəsindən müstəviyə NK və MY mailləri çəkilmişdir. MN NK-ya perpendikulyardır. Daha sonra deməli MN NY-yə perpendikulyardır. Bu üzərində qeyd olunub. Bunlar yəni indi kimsə üstünə qeyd edib, amma tam olar cavablar deyil. Biz bilirik ki M-dən K-ya kimi bizə məsafəni 6 verir. O zaman buranın uzunluğu oldu 6. Qeyd elədim. Eyni zamanda N-dən E-yə kimi olan məsafəni də 2 verir. Burada 2-dir. Və bu bucağa da diqqətlə baxsaq, bax burada bir dənə bucağımız var. Bu bucağımız. Buranı bizə 30 dərəcə veribdir. Bax, buranı bizə 30 dərəcə veribdir. Görürsünüzsə. O zaman əgər bu da düz bucaq, üç bucaqdır da, yəni MKN. Bura yəni perpendikulyardır. O zaman 90 dərəcə qarşısında 6 durursa, 30'un qarşısında Pifagora görə nə duracaq burada? Düz bucaqlı üç bucaqda, yəni burada 3 duracaq. Bura 3'dür. Deməli, baxsaq biz M, N və NY üçbucağına, MNY üçbucağına baxsaq, burada da Pifagor tətbiq eləsək, burada olacaq kök altında 3'ün kvadratı 9 plus 2'nin kvadratı 4. Bu da bərabərdir kök altında 13. Doğru cavabımız bizdə burada C variantı olacaqdır. Sonra 68-ci sual. 2 ədədin cəmi 137, fərqi isə 19 olarsa bu ədədlərin böyüyünü tapın. Deməli 2 ədədin cəmi deyərsə, ədədlərimiz olsun A və B olsun. Deməli ədədlərimiz olsun A plus B bərabərdir 137. Fərqi isə deyir 19, yəni A çıxılsın B bərabərdir 19. Tərəf-tərəfə toplasaq, alarıq ki 2A bərabərdir 158. Daha doğrusu 156. O zaman A bərabərdir 78. A 78'dirsə, gətirib burada yerinə qoyub B-ni də tapa bilərik ki, A, daha doğrusu B bərabərdir 78'dən 19 çıxacaqdır. Bu da bizə verəcəkdir 59. Yəni B 59, A 78. Böyüyünü soruşurdu. Bu da D variantı verildi. Sonra 69-cu sual. Radiusu 3 cm olan kürənin həcmini tapın. Bilirik ki, kürənin həcmi V bərabərdir 3/4 pi r kubu. Və radiusu bizə 3 veribdir. Kub deyib, niyə 2 yazıram burada? R kubu. Radiusu da burada özlər bizə 3 verib. Bu da bərabərdir 3/4 vurulsun pi vurulsun 27. Burada da 3 ilə 27 xısa gedər 9 bərabər 36 pi. Doğru cavab bizə verəcəkdir D variantı. Sonra baxaq burada 70-ci suala. Tənasüblə bağlı bir sualdır. Burada bir dənə tənasübün əsas xassasını bilsəydik kifayətdir. Yəni sadə bir sual. Deməli, tənasübün əsas xassası nədir? Kənar ədədlərin hasili orta ədədlərin hasilinə bərabərdir. Yəni yazacaqdır 9'da 7 vurulsun. 9,3 yazıram 10'da 93 kimi. Bu da bərabərdir 3,1 10'da 31 deməkdir. Vurulsun x. Diqqətlə baxsaq burada onlar gedər. 31 ilə də 93 gedər. Burada qalar 3. Yəni x bərabərdir 9'da 7 vurulsun 3. 3 ilə də 9 gedəcək. Burada qalacaq 3. Bu da bərabərdir 3'də 7. Doğru cavab bizə Y variantı verəcəkdir.
71-ci sual. Deməli, silsilə ilə bağlı bir sual, çox asan bir sual. Deməli, 5-ci həddə isə n bərabərdir 5. N-in yerinə 5 qoyub hesablayacaqdır. Ardıcılığın özü də verildi. Deməli, A5 bərabərdir. N-in yerinə 5 qoyuruq, 3 vurulsun 5, çıxılsın 1. Bu da bərabərdir 14. B variantı bizə verəcəkdir. 72-ci sual. Vektorların skalar hasilini tap. Vektorların skalar hasilini necə tapırdıq? Vurulsun B. Biz nə edirdik burada? Uyğun hissələri vurup toplayırdıq. Yəni x'i bu şəkildəydi. Yəni x1 vurulsun x2 plus y1 vurulsun y2 düsturumuz buydu. Buradan da alır ki gətirib qoysaq 4 vurulsun mənfi 5 üstə gəl mənfi 3 vurulsun 2. Yəni mənfi 20 çıxılsın 6. Bu da bərabərdir. Mənfi 26 olacaq cavabımız. Bizə verilib C variantında. Sonra 73-cü sual. Kompleks ədədin qoşma ədədi olanı tapın. Yəni bu çox rahat bir sualdır. Kompleks ədədlərdən bağlı çox asan bir sualdır həqiqətən də. Z bərabərdir A plus BI. Kompleks ədədin qoşması deməli Z bərabərdir A çıxılsın BI şəklində olur. Yəni bir dənə xəyali hissə əksinə dəyişir. Bizdə də mənfi ilə verdiyinə görə müsbətini axtaracaq. Bu da baxın D variantı bizə verilir. 74-cü sual. İfadəsinin qiymətini hesablayın. Bilməliyik ki, burada LG onun qiyməti 1-ə bərabərdir. Bunu biliriksə, əslində hazırdır. Baxın, belə yazıram. LG 10 üstü kök atsam 2 bölünsün, yəni 5-də 2 deməkdir üstü. Üstü 5-də 2 deməkdir. Sonra üstə gəlinsin. LG 10 üstü 3-də 2 deməkdir. Sonra plus LG 10 üstü 5-də 3 deməkdir. Və bir də üstə gəl LG 10 üstü 3-də 1. Kökləri attım. İndi loqaritmanın xassasına görə qüvvət keçəcək əvvələ. Yəni olacaqdır 5-də 2 vurulsun LG 10. LG 10-da 1 deyə 10 artıq yazmıram. Üstə gəlinsin 3-də 2 üstə gəl 5-də 3 üstə gəlsin 3-də 1. Bu da bərabərdir. 5-də 2 ilə 5-də 3-ün cəmi 1. 3-də 2 ilə də 3-də 1-in cəmi 1. Doğru cavabımız olaraqdır 2. Belə bir sual. Sonra 75-ci sual. Yan səthin sahəsi 72, hündürlüyü 6 olan düzbucaqlı prizmanın oturacağının perimetrini tapın. Bilirik ki, S yan bərabərdir. P oturacaq vurulsun. Hündürlük. Və bizə bunu 72 verir. O zaman mən P oturacaq tapmaq üçün nə edərəm? 72-ni hündürlüyə bölərəm. Hündürlük də 6 verir. 6 bu da bərabərdir 12. 76-cı sual. Burada kvadratlar olmalıdır. Üstə qeyd edeyim. Burada kvadratlar olacaq. Sadəcə üstünə yazılmayıb. Deməli, biz burada nə edəsək? Baxın. 49 biraz kiçildək bunu. 49-un kvadratı ilə 29-un kvadratını bir qruplaşdırım. 46-ın kvadratı ilə də 26-ın kvadratını bir qruplaşdırsam, gerisi hazırdır. Baxın, yazacağıq ki, 49-un kvadratı çıxılsın 29-un kvadratı. Nə verir bizə? 49 çıxılsın 29 müxtəsər görə, yəni açırıq. Vurulsun 49 plus 29. Və bu da vurulsun. Daha doğrusu vurulsun yox, üstə gəlinsin. Üstə gəlsin. 46 çıxılsın 26-ın kvadratını da açsaq. 46 minus 26. 46 plus 26 almış olarıq. Bu da bölünsün 600. Diqqətlə baxsaq. Bu hissə bizə verəcək 20. Və bir də bu hissə bizə verəcək 20. Yəni ortaq olanımız 20-dir. Biz 20-ni çıxartsaq. Geriyə nə qalacaq? Geriyə biz bir dənə 20-ni buradan çıxartdıq. Çıxarılanı göynə yazaq. Geriyə nə qalacaq? Geriyə də qalacaq burada
Aşağıda 600. Yuxarıda da 49 ilə 29-un cəmi vurulsun. Deməli 49 ilə 29-un cəmi 78. Üstə gəl 72. 46 ilə 26-nın cəmi 72 verəcək. Baxın 20 ilə 600 ixtisar gedər. Burada qalar 30. Bununla da bunun cəmi 78 ilə 70-in cəmi 150 eləyəcək. 150 ilə də, yəni bura 150 eləyəcək. 150-ni də 30-a bölsək cavabımız alınacaqdır 5. İşte. İndi 77-ci suala baxaq. Deməli, bizdə verilən tənlikdə 400x-in qiymətini istəyir. Bu sualda biz hər tərəfi 3/2-yə də bölə bilərik. Daha doğrusu 3/2-yə də bölə bilərik. 3/2-yə. Və yaxud hər tərəfi 600x-ə də vura bilərik. 600x-ə vuraraq həll eləyək. Deməli, birinci gəlin bunu belə yazaq. 6 üstü x 1 üstü x ilə 1 deyəcək. Yəni 1 olacaq. 1-ə bərabərdir. Bu da bərabərdir. Bunu da belə yazıram. 3 üstü x plus 1 və 2 üstü x plus 1. Biraz da sadələşdirsəm bunu. 2 üstü x vurulsun 2 şəklində yaza bilərəm. Bunu da 3 üstü x vurulsun 3 şəklində yaza bilərəm. İndi hər tərəfi 6 üstü x-ə vursaq və unutmasaq ki 6 üstü x nəyə bərabərdir? 2 üstü x vurulsun 3 üstü x-ə bərabərdir. O zaman mən hər tərəfi 6 üstü x-ə vursam, baxın burada da yazıram, vurulsun 6 üstü x və burada da vurulsun 6 üstü x-in yerinə burada artıq bunu yazıram. 2 üstü x vurulsun 3 üstü x şəklində. Niyə elə yazdım? Çünki ixtisar getsinlər deyə. Diqqətlə baxsaq burada 6 üstü x-lər gedər. 3 üstü x ilə də 3 üstü x gedər. Geriyə nə qalar? Burada qaldı 1, yəni 1 bərabərdir. Burada da qalacaq 2 üstü x vurulsun 2, vurulsun 2 üstü x bölünsün 3. Bu nəyə bərabərdir? Bu da bərabərdir. Üstdə 2 üstü x-lərin hasil edər. 2 üstü 2x, o da 4 üstü x deməkdir. Vurulsun 2. Yəni 1 bərabərdir. 4 üstü x vurulsun 2 bölünsün 3. Buradan da 3 bərabərdir. 4 üstü x vurulsun 2. Bizdən də 4 üstü x-i soruşur. Bu da bərabərdir 3 bölünsün 2-yə. Yəni 1,5. Doğru cavabımız 77 olacaqdır 1,5. 78-ci sual. Deməli, burada biz sinus 231-i necə yaza bilərik? Gəlin birinci onu hesablayaq. Baxın, sinus. Biz sinus 231-i mən yaza bilərəmmi? Sinus 270 çıxılsın 39 kimi. Sinus 270 çıxılsın 39. 270 nədir? 3 pi bölünsün 2. Orada ad dəyişəcək. Yəni olacaqdır kosinus 39 və 3-cü rübə düşdüyünə görə mənfi olacaqdır. Yəni sinus 231-in yerinə mənfi kosinus 39 yaza bilərəm. Gətirib yazsaq, baxın burada üstündə göstərirəm. Mən artıq sinus 231-in yerinə mənfi kosinus 39 yazacağım. Diqqətlə baxsaq, biri mənfi, biri müsbət. Bunlar gedir, düzdürmü? Qalır burada 10 sinus 30 və çıxılsın tangens 45. 10 sinus 30 çıxılsın tangens 45 dərəcə. Bunların da qiymətləri məlum. 10 vurulsun sinus 30-un qiyməti 2-də 1. Tangens 45-in də qiyməti 1. Bərabərdir 5 çıxılsın 1. Bərabərdir 4-ə. Doğru cavabımız 4 olacaqdır. 79-cu suala baxaq. Yuxarıda yazacağım 79-un həllin. Deməli, bizə deyir ki, şagird riyaziyyat fənni olimpiyadasını cavablandırdığı 4 sualdan ilk 3-ünə topladığı balların ədədi ortası 8. İlk 3-ünün ədədi ortası deyərsə, mən yazaram. Cəm. İlk 3-ünü deyirsə, cəm 3 bölünsün. Neçə imtahanda 3, yəni sayına bölür ədədi ortası tapırsa, bu 8-ə bərabərdir. Özü verib. O zaman burada neçə alırıq? Yəni cəm ilk 3 dənə imtahanın cəmi 24 bal eləyib.
Daha sonra deyək ki, 4-ünə görə topladığı balların ədəd ortası 7 olarsa, yəni ilk üçünün cəmi plus 4-cü bal nə qədərdirsə o bölünsün 4. Yəni yazacağam ki, cəm 3 plus deyək ki, 4-cü imtahana görə toplayıb x bal x artıq bu dəfə 4-ə böləcəm. Çünki artıq 4 dənədir. Bu da bərabərdir 7-yə. Buradan da alırıq ki, cəm 3 plus x bərabərdir 4-ü 7-yə vursaq 28. Burada gətirib yerinə yazsaq 24 plus x bərabərdir 28. Buradan da alırıq ki, x bərabərdir 4-ə. Deməli, şagird 4-cü imtahandan elə 4 bal toplayıb. Yəni 79-cu cavab olacaq 4. Baxın 80-ci suala. Deməli, düzbucaqlı üçbucağın katetlərin nisbəti, hipotenuza nisbəti budur. Aha. Bir düzbucaqlı üçbucaq çəkək. Deyək ki, bu düzbucaqlı üçbucaqdır. Çalışdığımız qədər bir sərqəli çəkək. Deyək ki, belə bir düzbucaqlı üçbucağımız var. Bura deməli, katetin hipotenuza nisbəti. Aha, deyək ki, bu katetin olsun 4x. O zaman bura 5x'dir. 4x, 5x Pifaqor ədəddir. O zaman digər katetimiz 3x'dir. Və bunun perimetri 48-dir. Perimetr nədir? Tərəflərin cəmi. Tərəflərin cəmi toplasaq 3x, 5x, 8 və 4x, 12x. Cəmsi eləcək 12x. Bu 48-ə bərabərdir. Buradan 48x bərabərdir 4-ə. Deməli, x 4-dürsə, bizdən hipotenuzun uzunluğunu soruşur. Hipotenuz 5x idi. 5x bərabərdir 5 vurulsun 4. Bu da 20 edəcəkdir. Yəni, doğru cavabımız 20. Gəldik 81-ci suala. Bu buraxılışdan sonra daha doğrusu bir çox şagirdin narazıçılığı aləmi qatmışdı. Bu sual bir-birinə. Baxaq şöyle bu sual nə idi? Buranı tamamlayaq, şəkildə tam düşmür. Aha. Bu hissə çapda düşməyib. Burada düşməyib. Aha. Deyək ki, kvadrat formasında iki bağça ətrafında perimetrləri boyunca çəkilmiş borular vasitəsilə su alır. Bağçalara su anbarı arasındakı boruların hər birinin uzunluğu 4 metrdir. Deməli, 4 metrdir. Birinci bağçanın tərəfinin uzunluğu ikinci bağçanın tərəfindən 2 metr çox. Aha. Deməli, desək ki, birincinin tərəfi ikincidən çoxdur. Deyək ki, bunun uzunluğu olsun x. Tərəfi x-dir. Və bu kvadratdır, unutmayaq. O zaman bundan 2 metr çoxdursa, o zaman bura olacaq x plus 2. Və təbii ki, bunun bütün tərəfləri x plus 2 olacaq. Eynilə bunun da bütün tərəfləri x olacaq. Çünki kvadratdır. Birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 metr kvadrat azdır. Aha. Bu nə demək istəyir? Yəni demək istəyir ki, birinci bağçanın sahəsi nə qədər olacaq? Baxın, içinə yazıram. Birinci bağçanın sahəsi olacaq. Deməli, x plus 2-nin kvadratı. Bəs ikincinin sahəsi nə qədər olacaq? X kvadrat olacaq. Bu bizə deyir ki, deməli, birinci bağçanın sahəsi ikincinin sahəsinin 2 mislindən 8 metr kvadrat azdır. Az deyirsə, o zaman mən yazacağam ki, x plus 2-nin kvadratı bərabərdir. Bundan 2 dəfə, yəni x kvadratından 2 mislindən 8 azdır da, düzdürmü? O zaman mən bunu 2 vuracağam, yəni 2x kvadratı və bundan 8-i çıxmalıyam ki, bundan bərabərləşsin. Aha. Burada isə biz açsaq, x kvadratı plus 4x plus 4 bərabərdir 2x kvadratı çıxılsın 8. Soldakı ifadəni sağ tərəfə atsaq, alacaq ki, x kvadratı çıxılsın 4x mənfi 4 də bu tərəfə keçəcək. Yəni 4 bu tərəfə keçəcək, mənfi olacaq. Çıxılsın 12 bərabərdir 0 almış olaraq. Buradan da deməli köklərimizin hasili bizə mənfi 12 verir. Biyyətə görə köklərimizin cəmi isə 4-ü verir. Bu da hansı ədədlərdir? 6, 1. x1 deyək ki, olsun 6, 2 daha doğrusu 6, x2 də olsun mənfi 2 özdə. Mənfi 2. Doğrudan da ödəyir? Bəli, ödəyir. Təbii ki, tərəf burada mənfi ola bilməz. Bunu atırıq.
Yəni tərəf 6 ola bilər, müsbət. Yəni bunun da tərəfi 6-dır. Bunun da tərəfi, artıq mən bunları silirəm. Bunları silirəm. Qaraladığım hissələr etiketdə eyb yox. Yəni bunun da tərəfi 6-dır. 6. O zaman burada 6 olacaq. Bu hissədə 6 olacaqdır. Burada 6 olacaqdır içindən. Eyni zamanda burada artıq nə olacaqdır? Bura bayaq x yazmışdım. Bura x plus 2 olduğuna görə artıq bura 8 olacaq. Sadəcə silindi, eyb yox. Bura 8 olacaq. Bizə nə soruşur? Deyir, sulamaq üçün ən azı nə qədər bordan istifadə olunmalıdır? Hə, sulamaq üçün ən azı nə qədər bordan istifadə olunmalıdır? O zaman biz ətrafın perimetrini tapmalıyıq. Birinci bağçanın perimetri nə qədərdir? Bunun perimetri bərabərdir 32-yə. Bəs bunun perimetri nəyə bərabərdir? Bunun da perimetri bərabərdir 24-ə. 4 metr də burada var, 4 metr də burada var. Ümumi 32 plus 4 plus 4 və plus 4. Bir də yox, plus 4 yox, artıq 3-cü 4, 24. 24. Bu da bərabərdir. Deməli 40, 64. 64 metr bizə deməli boru lazımdır. Amma burada şagirdlərin çoxusu 16-da tapışdı cavabı. Hər birinin uzunluğu 4 metrdir. Boruların hər birinin uzunluğu. Əgər ümumi uzunluq soruşarsa 64, amma say soruşsaydı bir balaca şərtdə çatışmamazlıq var. Say soruşsaydı 64 gələ bölü 4-də 16 götürəcək, amma doğru cavab bizə 64 gəlmişdi. Bu sual səhv etmirəmsə SAT imtahanına düşən bir sual idi. Bunu sırf ingilisdən tərcümə edib yapışdırmışlar bura. Yəni sualı elə salmışlar. Nəsə ola bilər ki, nəsə tam tərcümə olmayıb, amma doğru cavabımız burada bizim 64-dür. Dövlət İmtahan Mərkəzində sonra cavabı 64 göndərmişdi. Burada baxaq biz 80, deməli 81-ci sual idi bu. 81, bəli 82-ci sual. Deməli sualımız nədən? Deyir, bir məktəbin bütün müəllimi kollektivinin 4də 1 Şuşaya, 5də 4-ü Xankəndiyə, ikisi isə hər iki şəhərə səfər etdi. Əcəb eləyib. Deməli biz nə edəcəyik burada? Birinci gəlin bunu Venn diaqramla yazaq. Amma deyək ki, ümumi müəllim sayı bilmiriksə, deyək ki, ümumi müəllimimizin sayı deməli deyək ki, ümumi müəllimimizin sayı olsun x. Çünki bilmirəm müəllimlərin sayını. Venn diaqramı çəksək, bu belə çəksək. Deyək ki, bura Şuşadır. Şuşaya gedənlərin göstərir. Deməli, bura isə Xankəndi olsun. Xankəndi. Bunların iki dənəsi hər ikisiyə gedib. İkisinə olanları baxın, bu rənglə yazacağım. Deməli, ikisi hər iki şəhərə səfər edibsə, o zaman 2-ni yazaq bura. Və bunların ümumi müəllimlərimizin sayı x-dir və bunların 4də 1 Şuşaya səfər edib. Yəni nə? 4də 1 x. Amma ikisi həm də Xankəndiyə gedib. Onda mən yazacağım ki, bura 4də 1 x. Ancaq 2 dənəsini çıxaracağım. Çünki o ikisi həm Xankəndiyə gedib. O 2 dənəsini çıxıram. Sırf Şuşaya gedənlərin sayını tapıram. Eyni zamanda isə Xankəndiyə gedənləri tapsaq, bunların 5də 4-ü Xankəndiyə gedib. Yəni 5də 4 x. Ancaq bu 5də 4-ün x-in içində ikisi də Şuşaya gedib. Mənə tək Xankəndiyə gedənlər lazımdır. O zaman bu 2-ni də çıxacağım. Və ümumi bunların cəmi bizə Xankəndi nə idi? X-i verməlidir. Yəni 4də 1 x çıxılsın 2, üstə gəl 2, üstə gəl 4də 5 x çıxılsın 2. Hamısı bizə nəyi verməlidir? X-i verməlidir. Tənliyimizi qursaq, alarıq ki 4də 1 x minus 2 plus 2 plus 5də 4 x minus 2. Bu nəyə bərabər olmalıdır? Bu x-ə bərabər olmalıdır. İkilər gedər, biri mənfidir, biri müsbət. Deməli, qalar 4də 1 x üstə gəlsin 5də 4 x. Onun deməli, eləyəcək orta məxrəcə gətirsək, edəcək 20də 21 x çıxılsın 2 bərabərdir x-ə. 2-nin sağ tərəfə x-ə, sol tərəfə keçirsək, alaraq ki 20də x bərabərdir 2-yə və buradan da x-i taparıq 40. Deməli, 40 dənə müəllim Şuşa və Xankəndiyə səfər edib. Cavabımız burada olacaqdır. Yəni, kollektivdə nə qədər müəllim var? Kollektivdə 40 dənə müəllim var. Baxaq 83-cü suala. Buranı silək artıq. 83-cü sualda görək nədir? Bizə deyir ki, ABCD trapeziyasında AB 6. Qeyd eləyək, AB 6-dır. Bura 6-dır.
və CD 8-dir. CD bura 8-dir. Deyək ki, CY bu trapeziyanı romb və düzbucaqlı üçbucağa ayırır. Aha, yəni ABCY bir rombu və CYD düzbucaqlı üçbucağı. O zaman bura 90 dərəcədir. Bura 90 dərəcədir. Aha. Deməli, bura rombdursa artıq bunun hər tərəfi 6 olacaq. Bax, burada 6-dır, burada 6-dır. Diqqətlə baxsaq, CYD-yə diqqətlə baxsaq, bir düzbucaqlı üçbucaq alınır. Tərəfi hansı ki 6 və 8. O zaman bura nə olacaq? Burada 10 olacaq. Yəni YD 10 olacaq. YD 10-dursa, bizdə nəyi soruşur? Düzbucaqlı üçbucağa ayrılarsa, perimetr A, B, C və D-ni tapın. Aha, deməli perimetr ABC deyirsə, bu da bərabərdir. Tapdığımız hissələri toplayacağıq. 6, 6. 6 burada, 6 burada, 18. 8 burada, 10 da burada. Nə qədər edər? 18. Plus 18. Bu da bərabərdir 36. Bir də baxaq, şöyle düz yazdıq. Deməli, perimetr ABCD. Bəli. 6, 6, 3-dən 6, hə, 18, doğrudur. Cavabımız 36 olacaq. Doğru cavabımız burada 36 olmuş oldu. Düzdür. 84-cü suala baxaq. Turist gəzinti zamanı motorlu qayıqla iki məntəqə arasındakı məsafənin çayın axın istiqamətində gedib, axının əksi istiqamətində qayıtmağa ümumilikdə 4 saat vaxt sərf edib. Aha, bu nə demək istəyir? Yəni deyir ki, turist həm getməyə, həm qayıtmağa ümumilikdə 4 saat sərf edib. Ümumilikdə 4 saat sərf edib. Qayığın öz sürəti 6, çayın axını sürəti isə 3-dür. Deməli biz yazaq. Yazaq ki, V qayıq bərabərdir 6-ya. V çay bərabərdir 3-ə. Yəni qayığın sürəti 6, çayın sürəti isə 3-ə bərabərdir. Axın istiqamətində bu sürətlər toplanır. Yəni ümumi olacaq nə qədər? 6, 3, 9. Ancaq axının əksi istiqamətində isə buradan yazın. Axının əksi istiqamətində isə olacaq çıxılacaq sürətlərimiz. Qayığın sürətindən çayın sürətini çıxacaq. Bu isə olacaq 3. İndi deyək ki, bu T1 zamana axın istiqamətində gedib, T2 zamana axın istiqamətində qayıdıb. Və bilirik ki, T1 ilə T2-nin cəmi nə qədərdir? Buradan yazın. T1 ilə T2-nin cəmi 4-dür. Bu gedib və qayıtmağa ümumilikdə 4 saat vaxt sərf edib. T1 saata axın istiqamətində gedibsə, o zaman biz həmin yolu necə tapacağıq? 9 T1 sürəti vurulacaq gedilən zamana yol tapacağıq. Yəni bərabərdir S-ə. Buradan T1 tapsaq, T1 bərabərdir S bölünsün 9. Və həmin yolda qaydanda da həmin yolu qayıdıb da. Və həmin qayıtmağa da deyək ki, T2 zaman vaxt sərf edib. O zaman olacaqdır 3 T2. T2 dedik buna. 3 T2 də bərabərdir S-ə. Buradan da alırıq ki, T2 bərabərdir S bölünsün 3. Deməli, T1 tapdıq. S bölünsün 9. T2-ni tapdıq. S bölünsün 3. Bu ifadədə yerinə nəzərə alsaq, deməli, S bölünsün 9 plus S bölünsün 3 bərabərdir 4-ə. Buradan da ortaq məxrəcə gətirsək, 9-da S plus 4-ə, deməli 3S bərabərdir 4-ə. Buradan da 4S bərabərdir 4 vurulsun 9. 4-lər gedər. Deməli, yolumuz bizim qalar 9. Doğru cavabımız burada olacaqdır. Bizdən də yol soruşmuşdu. Bu məntəqə arasındakı məsafəni tapın. Bəli, cavabımız 9 olacaq burada. Sonra baxaq burada sonuncu sual, 85-ci sualı. Buranı silək. Deməli, bizdə fx bərabərdir 4-də 1 vurulsun, x üstə gəlinsin 4-ün kvadratı plus 3 və gx funksiyasının qrafikləri koordinat başlanğıcına simetrik olarsa, birinci gəlin qeyd edək. Koordinat başlanğıcına nəzərən simetrik nə deməkdir? Yəni, koordinat başlanğıcına nəzərən, yəni 0, 0, hər ikisi də ikisini dəyişəcək.
Yəni mənfi x, mənfi y. Aha, birinci biz bilək ki, fx də burada y rol oynayır. Yəni y yazaraq da yazacağım mən. Y bərabərdir. Birinci gəlin onu, bu ifadəni biz vurub açaq. Yəni kvadrata yüksəlib daha sonra vurub açaq. Deməli 4-1 vurulsun x kvadratı plus 8x plus 16 və plus 3. Vurub açsaq y bərabərdir 4-1 x kvadratı plus 2x plus 4 və plus 3. Biraz da sadələşdirsək y bərabərdir 4-1 x kvadratı plus 2x plus 7 almış olarıq. Aha. İndi biz koordinat başlanğıca nəzərən deyibsə, o zaman olacaq nə? Mənfi y. Mənfi y çünki x-dən y də əksinə dəyişəcək, y də x də əksinə dəyişəcək, hər ikisi. X mənfi oldusa da x kvadratı müsbətdir. Bu olduğu kimi qalacaq. Yəni kvadrat orada mənfini odur. 4-1 x kvadrat. Artıq burada 2-ni mənfiyə vursaq, yəni x-in yerine mənfi qoyuruq artıq. 2x çıxılsın 2x olacaq və 7 də əksinə dəyişəcək olacaq mənfi 7. Bu belə. Bu belə. Deməli, bunları yadda saxlayaq. Biri budur. Bir dənəsi də bax burada. İndi qayıdaq biz verilən qrafikə. Biz bilirdik ki, deməli, ax kvadratı plus bx plus c plus minus da ola bilər. Buradakı sərbəst hədd c y yoxunu kəsildiyi nöqtə idi. Yəni burada D nöqtəsinin qiyməti olacaq x-dən aşağıda olan, yəni aşağı hissəyə baxsaq mənfi 7. O zaman bura olacaq mənfi 7. Yuxarı hissəyə baxsaq bu c qiyməti olacaq, yəni d-nin qiyməti tapdıq ya mənfi 7. C-nin də qiyməti olacaq müsbət 7. Bura baxacağıq. Burada olacaq, yəni müsbət 7. İndi biz CD məsafəsini tapsaq, CD məsafəsini tapsaq, biz 7-dən mənfi 7-ni çıxarıq. Bu da bərabərdir 14. Yəni CD məsafəsi 14-dür. Bunu yadda saxlayaq. Diqqətlə şəklə baxsaq, bizdə buranı 3 veribsə, simetrik dediyinə görə, bura 3-dürsə, o zaman burada 3-dür. Bura 4-dürsə, o zaman burada, daha doğrusu bura mənfi 3-dür. Burada o zaman müsbət 4-dür. Simetrik dediyinə görə. Bizdən isə AB məsafəsini soruşur. Deməli, AB məsafəsini deyirsə, mən A-dan B-ni birləşdirərəm. Biraz daha sərtlə çəkək. Diqqətlə baxsaq, burada nə alınır? 2 dənə düzbucaqlı 3 bucaq alınır. Hansı ki, onların katetləri 3, 4-dür. 3, 4-dürsə, o zaman bura olacaq, bax, bu hissə olacaq 5. Bu hissə olacaq 5. Bura 5-dir və eyni zamanda burada 5 olacaq. Çünki baxın, bura 3, bura 3-dür. Bura 3 olduğuna görə o zaman burada 3-dür. Bura 4 olduğuna görə o zaman burada 4-dür. 3, 4, bir düzbucaqlı düzbucaqdır. Eyni ilə bura 4-dürsə, burada 4-dür və bura mənfi 3-dürsə, məsafə təbii ki, mənfi ola bilməz, 3-dür. Yəni biz AB məsafəsini də 5, 5, 10 tapdıq. Gətirib yazsaq, AB bərabərdir 5 plus 5 bərabərdir 10. Bizə nə soruşmuşdu? AB plus CD məsafəsini soruşmuşdu. AB plus CD bərabərdir 10 plus 14 bərabərdir 24. Cavabımız burada bizim 24 olacaq. Bununla da suallarımız yekunlaşdı. Sağ olun. Növbəti videolarda görüşənə qədər.